Salam yoldaşlar, Topudan statik əsasları bölməsinin ətraflı yazılı cavab tələb olunan tapşırıqlarına baxırıq. Başlayaq. 1. Meyl bucağı alfa olan mavi müstəvi üzərindəki M kütləli cismin müstəvinin səthinə perpendikular istiqamətdə göstərdiyi təzyiq qüvvəsinin modulu hansı ifadə təyin olunur? Mavi müstəvidə bir cismi qoysaq, M kütləli bir cisim, bunun ağırlıq qüvvəsi aşağı istiqamətdə mg yönəlir. Bu zaman perpendikular istiqamətdə göstərilən qüvvə mg kosinus alfaya bərabərdir. Bucaq da buradadır. Bucağa bitişik katet kosinusdandır. Paralel toplananı isə mg sinus alfaya bərabər. İki dənə toplananı var ağırlıq qüvvəsinin. Bir paralel, bir də perpendikular. Perpendikular istiqamət təsvir göstərən, perpendikular toplanan mg kosinus alfadır. Bucağa bitişik katetdir, kosinusdur. Paralel toplananı isə mg sinus alfadır. Bizə də deyir ki, bu nəyə bərabərdir? Bu göründüyü kimi mg kosinus alfaya bərabərdir. Yəni birinci cavabımız olacaq mg kosinus alfa və dəyərin reaksiya qüvvəsi elə perpendikular istiqamətdə təsir göstərən qüvvəyə bərabərdir. Ağırlıq qüvvəsi perpendikular toplanana bərabərdir. Ona görə də dəyərin reaksiya qüvvəsi bərabərdir. Mg kosinus alfada yaza bilərik. Bir də cavabımız olacaq mg kosinus alfa. 2. Cismi tərpənən blok vasitəsilə bərabər sürətlə qaldırmaq üçün 20 Newton qüvvə tətbiq etmək lazımdır. Bu cismi tərpənməz blok vasitəsilə bərabər sürətlə qaldırmaq üçün nə qədər qüvvə tətbiq etməliyik? Tərpənən blokda qüvvədə 2 dəfə qazanc veririk. Tərpənməz blok isə qüvvədə qazanc vermir. Buna görə də tərpənən blokda qüvvədə 2 dəfə qazanc əldə etmişəmsə və qiymətim 20 Newtondursa, deməli normalda qüvvənin qiyməti F bərabərdir P bölünsün 2. F 20-dirsə, çəki deməli 40 Newtona bərabərdir. Və tərpənməz blokda qüvvə elə çəkiyə bərabər olduğundan qiymətimiz olacaq 40 Newton. 2 də cavab 40. 2 dəfə qazanc əldə olunanda qiymət 20-dirsə, qazanc əldə olunmayanda qiymət elə olduğu kimi qalır, 40 Newton olmuş olur. 3. 2 kilo kütləli yükü bir cismin hansı nöqtəsindən astıqda sistem tarazlıqda olar? Burada əvvəlcə sağ tərəfdəki momenti, sol tərəfdəki momenti tapaq. Buradakı qüvvə 70 Newtondur mg. Qolu dayağa kimi məsafəsi 3-dür. 2-dir. Bölgüsü 2. Bu olacaq 70 vur 2, yəni 140. Deməli, sol tərəfdə moment 140-dır. Sağ tərəfdəki momenti tapsaq, bu bizə verəcək 4, yəni 40 Newton. Qol neçədir? 1, 2, 3, 4, 5, 5. 200. Deməli, sağ tərəfdəki moment daha çoxdur və tarazlıqda olması üçün deməli, sol tərəfə qoymalıyıq. 2 kilo kütləli yükü tarazlıq olsun və nə qədər çatışmır? 60 çatışmır. Yəni 2 kilodursa, deməli, qolu 3 olmalıdır ki, 2 kilonu qoysaq bura, olacaq 20 Newton və qolu olacaq 1, 2, 3, 3. Yəni, son yazaq. Bura sonunu qoyduğum. 20 vurulsun qoluna. 3-sə bu bizə verəcək 60. Deməli, sol tərəfdə M1 vur son qoyduğu momenti bərabər olacaq sağ tərəfdəkinə M2-yə. Yəni, 140 plus 60 bərabərdir 200-ə. Deməli, 2 kilo kütləli yükü N-ə qoymaq lazımdır. 4. Yük bloklar sistemin köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucu 20 sm/saniyə sürətlə 10 saniyə müddətində aşağı hərəkət etdikdə yükün qalxdığı hündürlük hesab edilir. Tərpənən blokdur, tərpənməz blokdur. Ümumi sistem, yəni polispas sistem 2 dəfə qazanc verir. Və bizə verib burada ipin sürətini 20 sm bölünsün saniyəyə. Metrə çevirsə, edir 10-2 metr böl saniyə. 100-ə böldüm. Zamanı da bizə verib 10 saniyə. 2 dəfə qazanc varsa, K2 yazsam, onda V yük bərabərdir, V bölünsün 2, yəni qazanca bölürük qiyməti. 10-2 bölünür 2 eləyəcək 10-1. Deməli, yükün sürəti 10-1. Hündürlüyü tapsam, hündürlük bərabərdir yükün hündürlüyü. Yükün sürəti vurulsun zaman. 10-1-i vuracağım. Ona eləyəcək 1 metr. 5-ci sual. Dayaq üzərinə qoyulmuş 200 kilo kütləli tirin tarazlıqda olması üçün F qüvvəsi modulunu hesablayın deyir. Burada yenə mərkəzdən birinci çəksək, ümumi bir qol 25-dirsə, digər 75-dirsə, ümumi uzunluq
100 santimetrdir. Mərkəzdən çəkdiyimiz üçün burada düşür 50, burada düşür 50. Onda bura 50 düşürsə, bu qədər 25 isə deməli burada 25-dir, burada 25-dir. 25-25 parçalanır. İndi F-in qolu deməli neçədir? F vurulsun qolu neçədir? 25 santimetr bərabərdir. MC-nin qolu neçədir? MC vurulsun 25. Qollar bərabər olduğu üçün qollar getdi, ixtisar qaldı F bərabərdir MC. Yəni F elə MC-yə bərabər olur və M-i 100-dürsə, J-si də 10-dursa eləyir 1000 Newton. Keçək növbəti sualımıza 6-ya. Bir cins çubuğun bir ucundan 40 santimetr uzunluqlu parça kəsilərsə onun ağırlıq mərkəzi neçə santimetr yerini dəyişər? Çubuğum var. Əvvəlcə 100 santimetr desəm, ağırlıq mərkəzi mərkəzindən bir aşağı MC çəkək. Ağırlıq mərkəzi ya bura, ya bura fərqi yoxdur. 50 santimetrə düşür. Yəni, qiymət 2-yə bölünür. Əgər bunu 40 santimetr kəssək, olacaq uzunluq 60, 100-dən 40-a çıxdım 60. Onda ağırlıq mərkəzi düşəcək 30-30 parçalanacaq. Əvvəl 50 idi, indi 30-dur. Nə qədər fərqləndi? 20 azaldı. Bu qaydamız da belədir ki, müəyyən bir el uzunluğu kəsirəmsə, onun yeri yarısı qədər yerini dəyişir. Misal 40 sm kəsirəmsə, 40 bölü 2 qiymət 20 sm yerini dəyişir. Altda cavabımız oldu 20. 7. Blokun köməyi ilə bərabər sürətlə qaldırılan yükün impulsu 180 kg/m/saniyədir. İpin sərbəst ucu 5 saniyə müddətində 2 metr yerini dəyişərsə, yükün kütləsini deyir hesabı. Tərpənməz blokdur. Yükü ilə ipi fərqləndirməyə ehtiyac yoxdur. Onsuz qiymətlər bərabərdir tərpənməz blokda və impulsun qiyməti 180-dir. Zaman 5-dir, H da 2-dir. Kütləni deyir tap. Burada sürəti tapsam, H bölünsün T ilə, yəni 2 bölünsün 5, deməli sürət 10-4-dür. Kütlə də bərabər impuls bölünsün sürətdir. Impuls 180 böləcəyim 10-4-ə. 1800 bölünsün 4, qiymət eləyəcək 450 kiloqram. 8-ci sualda da eyni qayda ilə tərpənməz blokdur. Burada artıq impulsu istəyir. Kütlə var. Birinci sürəti taparam V bərabər H bölünsün T ilə. Yəni 4-ü böləcəyəm 20-yə. Bu bizə verəcək neçə? 5-də 1, yəni 10-da 2. Sürətin qiyməti 10-da 2-dir və impulsu tapıram MV ilə kütlə 300 kiloqram vurulsun sürət qiyməti 10-da 2-yə. Qiymətimiz eləyəcək 15 kiloqram vurulsun metr bölünsün saniyə. Daha doğrusu 300-ü böləndə 10-da 2 60 eləyir düzülürsə. 60 kiloqram vur metr bölünsün saniyəyə bərabərdir. 30 vur 2 60. Keçən növbəti sualımıza 9-da tərpənən blokdur. Tərpənən blokda ipin sürəti yükün sürətindən 2 dəfə çoxdur. Kinetik enerjinin tapılmasında, impulsun tapılmasında, potensial tapılmasında hər üç halda biz yükün qiymətini tapmalıyıq. Çünki biz burada yükün impulsundan, yükün kinetik enerjisindən, yükün potensial enerjisinin dəyişməsindən bəhs olunur. Bizə də burada yükün kinetik enerjisi verilib belə 100 joule. Kütlə də verilib 800 kiloqram. Biz burada tapırıq yükün sürətini. Yükün sürəti bərabərdir kök altında 2y kinetik bölünsün m. Yəni kök altında 2, kinetik enerji qiyməti 100, kütlə də 800. Bu bizə verir kök altı 4-də 1, yəni 2-də 1. Deməli, sürətin qiyməti 10-da 5-dir. Yükün sürətinin qiyməti 10-da 5-dir. İpin sürəti yükün sürətindən 2 dəfə çox olduğu üçün qiyməti təzədən vururam 2-yə. 2 vur 10-da 5 eləyəcək 1. Deməli, qiymət, ipin sürətinin qiyməti 1 metr bölünsün saniyədir. 10. Kütləsi M olan yükü tərpənməz blok vasitəsilə aşağı yönəlmiş modulu J bölü 2 olan təzyiqlə endirmək üçün ipin səbəb üstünə tətbiq olunan qüvvə. Tərpənməz blok olduğu heç nəyə bölmürük. MJ plus A minus A olacaq və endirdiyi üçün MJ çıx A olacaq. MJ çıxılsın A. MJ çıxılsın. A-nın yerinə qoyuram J bölü 2. Olacaq 10-da 5 MJ. Keçən növbəti sualımıza 11-ə. Kütlənin qiyməti 15 kilo, o birinin də kütləsinin qiyməti 20 kilo olan cisimə blokdan asılmışdır. Blokla ip arasında yaranan sürtünmə qüvvəsini deyir hesabla. Burada 150 Newtonluq bir qüvvə var, MJ. Kütləsi 15-dir, vurdum ona. Burada da 200-lük bir qüvvə var. Burada yaranan bloklar ip arasında yaranan sürtünmə qüvvəsi elə bu qüvvələrin fərqinə bərabərdir. Yəni fərqi
olacaq 200 çıxılsın 150. Deməli 50 newtonluq bir fərq, yəni sürtünmə qüvvəsi burada yaranmış olur. 12. Tərpənən blokun köməyi ilə qaldırılan yükün impulsunun modulunun ipin sərbəst uzun sürətindən asılı qrafik verilmişdir. Yükün kütləsini geri hesabla. Tərpənən blok olduğu üçün burada ipin sürəti 1 verilibsə, bu qiyməti götürsək, deməli yükün sürəti bunun yarısıdır. Yəni 1 bölünsün 2, 10/5'dir. Buna uyğun impuls 10'dur. Və kütləni tapıram impuls bölünsün sürətlə. Buradakı impuls təbii ki, yükün impulsudur. Onu böləcəyəm 10/5'ə, qiymətimiz eləyəcək 20 kilo. 13. M kütləli cismi birinci mali müstəvi üzrə bərabər sürətlə h hündürlüyə qaldıranda F qüvvəsi tətbiq olunur. Həmin cismi ikinci mali müstəvi üzrə həmin hündürlüyə bərabər sürətlə qaldırmaq üçün hansı qüvvə tətbiq olunur? Mali müstəvidə qazanc uzunluq bölü hündürlüyə bərabərdir qüvvədə qazanc və birincidə əgər F tətbiq olunubsa, ikincidə uzunluq 2 dəfə artdığı üçün qazancı da 2 dəfə çox olacaq. K ilə işarələsəm qazancı 2 dəfə çox olacaq. Və qazanc 2 dəfə çox olduğu üçün qüvvə qiyməti 2 dəfə azalacaq. Çünki qazanc əldə edirəmsə, deməli qüvvənin qiyməti azalıb. Daha az qüvvə tətbiq edirəm. Onda qiymət olacaq F bölünsün 2. 14. İpin sərbəst uzunluğunun sürəti 12 metr bölü saniyədir. Kütləsi 40 kiloqram olan yükün kinetik enerjisini hesablayın deyir. Bu sistem, polisbas sistem iki təpənən blokdan ibarətdir. Bir bu blok, bir də bir blok. İki təpənən blokdursa, onda qazanc olacaq 4. Çünki hər biri 2 dəfə qazanc verdiyi üçün qazancları bir-birinə vuram, olur 4 dəfə qazanc əldə etmiş olurum. Və yaxud belə baxa bilərsiniz. MG, burada MG, 2 dənə qol var. Bura olur MG bölü 2. Burada olur MG bölü 2. Və bu da 2 hissə, 2 ipə parçalanıb. Yəni MG bölü 4. Bu da olur MG bölü 4. Yəni sistem 4 dəfə qazanc əldə etmiş olur. 4 dəfə qazanc varsa, onda ipin sürətini bizə verib 12. Qazanc 4 dəfə olduğu üçün ipin sürətindən yükün sürəti 4 dəfə azdır. Qazanca bölürəm. Yəni 12-ni bölürəm 4-ə. Olur 3. Yükün sürəti 3-dür. Kütləsi də 40-dır. Kinetik enerjini tapsam, kütləni vururam. Yükün sürətindən kvadratı bölünsün 2. Yəni 40-ı vururam. 3-ün kvadratına bölü 2. Bu da bizə verir 20 vurulsun 9, yəni 180 joule. Keçək növbəti səhifəmizə. 15. Çəkisi nəzərə alınmayan çubuq tarazlıqda dayağın reaksiya qüvvəsini hesablayın deyir. Qollara baxsaq, F-in qolu 1, 2, 3, 4, 5, 6, 7. 7-dir. Buradakı 35 newtonluq qüvvənin qolu dayağa kimi məsafəsi 2-dir. Bunu yaza bilərəm. F frosun qolu 7 momentlərin bərabərliyinə görə 35 frosun qoluna 2-yə. F də bərabər olur 70 bölünsün 7, yəni 10 newton. F-in qiymətini 10 newton tapdım. Aşağı doğru çəkən qüvvə də 35-dir. Dayağın reaksiya qüvvəsi dayaqdan yuxarı doğru olur. Yəni N, bu. Və yuxarı doğru çəkən qüvvələrin cəmi aşağı doğru çəkən qüvvə bərabər olmalıdır. Cisim tarazda olsun. Tarazda qalsın. Onda bura 10-dursa, bura 35-dirsə, bura olur 25 newton. 25, 10 cəm edir 35-ə bərabər olmalıdır. Deməli, dayağın reaksiya qüvvəsi 25 newtondur. 16. M kütləli yükün sürəti V-dir. İpin sərbəst uzunluğu yükə nəzərən sürəti nəyə bərabərdir? Burada yenə 2 dənə təpənən blokdur. Bayaq dedik, qüvvədə 4 dəfə qazanc əldə olunur. Və 4 dəfə qazanc varsa, deməli, yükün sürəti ipin sürətindən 4 dəfə azdır. Yəni, yükün sürəti V-dirsə, ipin sürəti olacaq 4 dəfə çox. Yəni, 4V. Demək, ipin sürəti 4V-dir. Yük də yuxarı doğru qaldırılır. Ki, mən yuxarı doğru qaldırıram. Həm ip, həm də yük eyni istiqamətdə yönəldiyi üçün sürəti nəzəri sürət nə olacaq? Çıxılacaq, nisbi sürətdə çıxılacaq və 4V-dən, yəni eyni istiqamətdə sürətlər çıxılır. 4V-dən çıxsam V-ni olacaq 3V. Keçən növbəti sualımızı 17-yə. 17-də də yenə eyni sistemdir. Sadəcə burada yerdəşməni soruşur. Yenə 4 dəfə qazanc əldə olunub. Qazanc K 4. Onda H bərabərdir 4H yükə.
Neçə dəfə qazanc varsa, o qədər ipin yerləşməsi yük, ipin sürəti çox olur. Yəni 4 H2 də H1 onda 4H. Bizə də deyir ki, ipin yerləşməsini, yəni H2 böl 3-ün yerləşməsini H3-ə. 4H-ı böləcəyəm. H3 də neçədir? H-dır. 4H-ı böləcəm. H-a nisbət olacaq 4. 4 dəfə çox olduğu üçün nisbəti olacaq elə 4. 18. Bircə sistemin kütləsi 60 kilodur və sistem tarazıdadır. F kütləsinin qiymətini deyir hesablayın. Burada tətbiq olunan qüvvə F-dirsə, bu ipdə də yanan qüvvə F-dir. F bura olur 2F. 2F-in qolu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-dur. Ne yaza bilərəm ki, 2F vurulsun qoluna ona bərabərdir. Mərkəzdən bir dənə MC çəkirik. Mərkəzdən çəkdiyimiz üçün 10 olduğu uzunluq, onda deməli hər birinə 5 düşür. Deməli bunun qolu 5-dir. Olacaq MC vurulsun 5-ə. Bizə də nə istəyir? F istəyir. F onda bərabər olacaq 5 MC bölünsün neçəyə? 20-yə. MC bölünsün 4-ə. Kütlə 60-dır, J 10-dur. Bölsəm 4-ə, 600-ü bölsəm 4-ə eləcək 150 Newton. Növbəti sualımız 19. Eyni tipli sualdır. Burada da F-dirsə, artıq burada blok fərqlənib. Burada artıq tərpənməz blokdur və bura F-dirsə, deməli burada F-dir. Və burada F. Bu burada F-dir və qolu yenə 10-dur, 10-dan bölgüdür. MC çəksə mərkəzdən yenə bunun qolu da 5-dir. Onda burada da yaza bilərəm ki, F vurulsun qolu 10 bərabərdir MC vurulsun qolu 5-ə. Onda F-i tapsam F bərabər olacaq 5 MC bölünsün 10-a. MC bölünsün 2-yə. 20 vur J 10 böl 2. Bu da bizə verəcək 100 Newton. Artıq burada qüvvələr bir-birinə bərabər olur. Buradakı qüvvə, buradakı qüvvəyə bərabər. İplərdəki qüvvələr bir-birinə bərabərdir. 20. 208 kilo kütləli yükü hansı nöqtədən asmaq lazımdır? Çubuq tarazda qalsın. Yəni, momentlər qaydasına görə buradakı moment, yəni buradakı 6 kilodursa qüvvə olur 60. 60 vurulsun qolu neçədir? 1, 2, 3, 4, 4. Deməli, soldakı moment M sol 240-dır. Və sağdakının da momenti 240 olmalıdır. Demək, ikisi də 240 olmalıdır. Və 8 kilo kütləli bir yükdürsə, qüvvəsi olacaq 80 və qolu olmalıdır 3 ki, 80 vurur eləcək 240. Deməli, qolu üstü 1, 2, 3. Deməli, buradan asmaq lazımdır. Buradan assam 8 kilo yükü. Qüvvəsi olacaq 80 Newton və qolu olacaq 3. 80 ilə vuracam 3 eləcək 240. Deməli, tarazlıq yaranmış olacaq. Deməli, kütləm neçədir? 8 kilodur. Hardan asmışam? Daha doğrusu hardan asmışam? Kütləni verilmişdir. Onsuz hardan asmışam? B-dən asmışam. B-dən astım. Məsafəsi 3 olub. 3 olmağı 3. 21. Link və tərpənən blokdan ibarət sistem qüvvədən səfə qazanc verir. Deməli, B nöqtəsi. Deməli, bu F-dirsə, bu qolda F-dir. Təpənən blokdur. Onda 2F olacaq. Cəmləndi. F, 2F. Qolu 1, 2, 3, 4, 5, 6. 2F-in qolu 6-dır. Yəni 2 vur 6. Buradan da MC çəksə, MC-nin qolu 1, 2-dir. MC vur 2. Yəni, olacaq F bərabərdir 2 MC bölünsün 12. MC bölünsün 6. Deməli, sistem qüvvədə 6 dəfə qazanc verir. Başqa cür baxa bilsək, tərpənən blok 2 dəfə qazanc verir. Link isə özü 3 dəfə qazanc verir. Onda sistem 6 dəfə qazanc verər hasilə qədər. Niyə 3 dəfə qazanc verir link? Çünki bir qolu 6-dır, digər qolu 2-dir. Qolların nisbəti qədər 6 bölü 2 qüvvədə 3 dəfə qazanc verir link. Təpənən blok isə 2 dəfə qazanc verir. 3 vur 2 olacaq. Sistem ümumilikdə 6 dəfə qazanc verir. 22-də də eyni qayda ilə bu dəfə o ikinci yolla getsək, yenə baxıram ki, təpənən blokdur, qüvvədə 2 dəfə qazanc verəcək bu. Link isə 1, 2, 3, 4, qol birində 4-dür, birində 2-dir. Onda link də özü 2 dəfə qazanc verəcək. Qollar nisbəti qədər 4 bölü 2. 2 vur 2 sistem ümumilikdə, polisbas sistemi ümumilikdə 4 dəfə qazanc vermiş olar. 23.
Buradakı qüvvə, yəni elastik qüvvəsi kx bərabərdir qollara. 1, 2, 3, 4, 5. Qolu neçədir? 5-dir. Yəni yaza bilərəm ünümüşdə. Kx vurulsun qoluna 5-ə. Bərabərdir. Mərkəzdən bir MC çəkirik. MC-nin qolu, yəni dayağa kimi məsafəsi 2-dir. Qolu 2-dir. 2 bölür. MC vur 2-yə. Bu bərabərdən k-nı tapsaq, k bərabərdir. 2 MC bölünsün 5x. 2 kütləsi neçədir? 30 kilodur. 30, Y'si 10'dur. Böl 5 vur. X neçədir? Uzanması 2 santimetr. Yəni %2. Buradan 2'ni bölsəm %2'yə eləyəcək 100. Yəni 100 vur. 300 bölünsün 5. 300'ü 5'ə bölsək 60. 60'ı da vursam 100'ə eləyəcək 6000. Bizə də kilonewtonla ifadə edildiyi üçün qiyməti 1000'ə bölsəm olacaq 6 kilonewton bölünsün metr. Keçək sonuncu sualımıza 24'də. 8'i nəzərə almayan çubuq üfüqi vəziyyətdə parazit olduğu üçün ipin gəlmə qüvvəsini hesabı. Yəni buradakı qüvvə 120'dir mc. Qolu 2'dir. Buradakini bilmirəm, yazıram m2j. Qolu da 1, 2, 3, 4, 5, 6'dır. Yaza bilərəm burada 24'də. 120 vurulsun qoluna 2 bərabərdir m2j vurulsun qoluna 6'ya. 120 vur 2, 240. Burada j neçədir? 10'dur. Olacaq 60, 6 vurun 60 m2'yə. M2 10 da bərabər olacaq neçəyə? Daha doğrusu burada qüvvəni elə bilməliyəm. Kütləni bilməyə ehtiyac yoxdur. Qüvvə ilə m2j bərabərdir 240 bölünsün 6'ya. Yəni m2j bərabərdir neçəyə? 40'a. Deməli buradakı qüvvə 40'dır. Yazıram bura 40 Newton. Bura 120'dir. Bura 40'dırsa aşağı doğru çəkən qüvvələrin cəmi 160'dır. Onda yuxarı doğru çəkən qüvvədə gəlmə qüvvəsinin də qiyməti bunların cəminə bərabər olacaq. 120 plus 40 deməli cavabımız olacaq 160 Newton. İzah bu qədər yoldaşlar. Növbəti izahlara görüşərək özünüzdən müğayət olun.